Salam dostlar, xoş gəlmisiniz. Bugünkü videomuz bu USB adapter haqqındadır. Çoxlarınızın bu USB adapterdən xəbəri var, ancaq xəbəri olmayanlar üçün çox maarifləndirici video olacaq. Tam ətraflı şəkildə sıfırdan başa salacağım. Bu USB adapter içərisində Bluetooth və Wi-Fi funksiyasını birləşdirir. Texniki xüsusiyyətlərindən danışaq. Wi-Fi 5 texnologiyası ilə işləyir. 600 megabitlik internet çıxışı əldə etmiş oluruq. 2 tezliklə işləyir. 2.4 GHz tezliklə daha uzun məsafələrdə internet əldə edirik. 5 GHz tezliklə isə daha sürətli internet əldə etmiş oluruq. Ümumilikdə götürmüş olsaq, onlayn oyunlar, onlayn dərslər canlı yayımlarda çox işimizə yarayır. Doğma problemi yaşamırıq, qırılma olmur. Heç bir enerji mənbəyi istifadə edilmədən sadəcə USB porta taxaraq istifadə edilmiş oluruq. Əsasən harada istifadə edilir? Masaüstü kompüterlərdə bu adapter prosesor içərisində olmadığı üçün xaricdən USB port vasitəsilə taxaraq Wi-Fi və Bluetooth funksiyasını aktivləşdirib işlədə bilirik. Həmçinin notebooklarda da Wi-Fi funksiyası zəif işləyərsə, problemlər yaranarsa, bu adapterin köməyi ilə bu problemi aradan qaldırmış oluruq. Biraz da istifadəsindən danışaq. İstifadəçi çox rahatdır. Sadəcə USB porta taxaraq yeni Windows sistemlərində heç bir quraşdırma etmədən özü avtomatik sürücüləri quraşdırır və işə hazır vəziyyətə gətirir. Digər Windows'un sistemlərində quraşdırma avtomatik olmazsa, üzərində göndərilmiş olan CD disk vasitəsilə sürücüləri yükləyə bilərik. Mən bunun nə üçün istifadə edirəm? İş yerində bizə internet kabel vasitəsilə masaüstü kompüterlərə verilir, ancaq Wi-Fi-dan istifadəyə icazə verilmədiyi üçün biz mobil internetdən istifadə edə bilmirik. Ancaq işimizin müəyyən hissəsi də mobil cihazlar vasitəsilə olur. Ona görə də bu problemi aradan qaldırmaq üçün bu çıxış yolunu tapmışam. Bunu da bildirim ki, bizim masaüstü kompüterlərimiz hər biri şifrələndiyi üçün heç bir proqram təminatı yükləmək olmur. Məhz bu problemi bu adapterin öhdəsindən gəlir və heç bir proqram təminatı yükləmədən özü sürücüləri avtomatik şəkildə yüklədiyi üçün heç bir problem yaşamadan istifadə edirəm. Və ayarlarda mobil hotspot vasitəsilə Wi-Fi yaradaraq digər cihazlarımızda internetdən çıxış əldə etmiş olurum. Hal-hazırda internetimizin Wi-Fi funksiyasını notebook'umuz öz adapteri vasitəsilə yerinə yetirir. Biz bu adapteri deaktivləşdirərək bu funksiyanı xaricdən USB port vasitəsilə taxıla bilən bu adapter vasitəsilə yerinə yetirmiş olacaq. Gördüyünüz kimi adapteri deaktiv etdikdən sonra Wi-Fi funksiyası bağlanmış vəziyyətə gəlir. Biz yenidən Wi-Fi funksiyasını aktivləşdirmək üçün əlimdə olan bu USB adapteri porta taxaraq yenidən funksiyaları aktivləşdirə bilərik. USB porta taxdığımızdan sürücülər avtomatik olaraq arxa fonda quraşdırılır və funksiya aktiv vəziyyətə gətirilir. Gördüyünüz kimi avtomatik olaraq sürücü quraşdırıldı və Wi-Fi funksiyası aktivləşdirildi. Hal-hazırda işləyən Wi-Fi sırf bu adapterlərin köməyi ilə sırf bu adapter vasitəsilə işləyir. Bu adapteri çıxartdıqdan sonra gördüyünüz kimi Wi-Fi özəlliyi bağlıdır. Açmaq üçün notebook'un özündə olan adapteri aktivləşdirərək yenidən istifadə edə bilərəm. Gəlin birazcaq bu məhsulu necə əldə edəcəyimiz haqqında danışaq. Mən bu məhsulu Temu üzərindən əldə etmişəm. Ancaq qeyd edim ki, digər alış-veriş saytlarında da bu məhsulu tapa bilərsiniz. Məhsulun qiyməti modeldən asılı olaraq dəyişir. Məndə olan modelin qiyməti təxmini 6-9 manat arasında dəyişir və işlərimi görəcək səviyyədədir. Link olaraq aşağıda qeyd edəcəm. İstədiyiniz saytdan tapıb ala bilərsiniz. Ümid edirəm ki, bu video sizlər üçün çox maraqlı oldu və sizin probleminizi həll edəcək. Əgər hər hansı bir problem yaşanarsa, videonun altında şərhlər bölməsində yazaraq sizə dəstək, kömək edə bilərəm.
Əgər videomu bəyəndinizsə, kanala abunə olub, videomu bəyənib, şərhdə isə fikirlərinizi bildirə bilərsiniz. Yeni videolarda görüşənədək. Çox sağ olun. Təşəkkürlər.